onu! Bırakın onu yırtıcılar! El çekin ondan! Zalimler, bırakın onu! El çekin! Bırakın! El çekin zalimler! Kan içen yırtıcılar, ondan el çekin! Bırakın onu! Ehtiyatlı ol! Ehtiyatlı ol! Mukayyet ol! Mukayyet ol! Ata! Ata! Onu bırakın. İncitmeyin. Ona eziyet vermeyin. Cenab Yakup, uyanın. Uyanın Cenab Yakup. Ne olub ey Allah'ın nəbisi? Deyəsən yuxu görürdünüz. Səsiniz bütün otağı bürümüşdü. Dəhşətli yuxu idi. Bir neçə canavar balaca uşağı qovurdular. Onlar uşağı yerlə sürüyüb parçalamaq istəyirdilər. Çox dəhşətli yuxu idi. O uşaq kim idi? Tanımadınız? Uzaqda idi. Tanıya bilmədim. Amma təqribən Yusif boyda idi. Allah'ın peyğəmbəri yəqin ki bu yuxunun yozumunu bilir. Yoxsa bu qədər narahat olmazdı. Bu Yaqubun ailəsini əhatə eləyəcək bəla və müsibətdir. Allah heç bir bəndəsinin pisliyini istəmir. Amma o bəndələr ki, şeytanla əlbir olublar, bir-birinə quyu qazırlar. Bu yuxu sizi yaman narahat elədi. Bəlkə biraz istirahət eləyəsiniz. İlahi, sənə pənah gətirirəm. Qəribədir. Cad, Əşir, siz gecə o cür səs-küy eşitmədiniz? Yox, gecə biz yatmışdıq. Heç nə eşitməmişik. Mən gecə bir dəfə oyandım, amma heç nə eşitmədim. Gecə atanızın səs-küyünə oyandım. Yuxu görürdü. Oyananda dedi ki, yuxuda 10 canavar Yusif boyda bir uşağa hücum eləyib, onu uçurum atdılar. Gecə yarı oyanıb, Yusifi sığallayıb öpürdü. Ata həmin uşağı tanımadı? Deyirdi, yüzünü görmədim. Amma aydındır ki, Yusif imiş. Yoxsa gecə yarı oyanıb, onu sığallayıb nəvaziş eləməzdi ki? Əgər həmin uşaq Yusifdirsə, onda o canavarlar da yəqin bizik.
Deməli, atanızın sizi canavar şəklində görməyi belə gülməlidir? Yaqub yuxuda görüb ki, on canavar Yusifə oxşayan uşağa hücum eləyib, onu məhv eləyirlər. Bu ki pis yuxu deyil. Nə danışırsan bəlhə? Yaqub bizim övladlarımızı canavar kimi görüb. Sən də bu yuxunu yaxşı hesab eləyirsən? Yusifi parçalayan canavarlar pis ola bilməzlər. Gərək uşaqlarımız özləri bir iş görsünlər. Yalnız özləri. Nə olub? Deyəsən mən bilirəm nə məsələdir. Hətta gecələr də Yusifin fikrindədir. Yuxuda da Yusifi görür. Hara gedirsə onu özü ilə aparır. Yatanda da özü ilə yatızdırır. Yəhuda, boş yerə qalmaqal salma. Birincisi, atamızın dəqiq nə yuxu gördüyünü bilmirik. İkincisi də, Yusifin bizim kimi anası, yeri yurdu yoxdur. Ona görə də atamız məcburdur onu özü ilə ora-bura aparsın. Biz dəqiq bilirik ata nə yuxu görüb. O yuxusunda bir sürü yırtıcı canavar görüb. Yusifi parçalayan canavarları. Salam ata. Siz hər eşitdiyiniz sözə görə davadalaş salmamalısınız. Anam deyir ki, siz bizi yuxuda Yusifə hücum eləyən canavarlar şəklində görmüsünüz və... Qətiyyən belə deyil. Mən yuxuda yalnız bir neçə canavarın uşağa hücum etməsini görmüşəm. Nə o uşaq Yusifə, nə də o canavarlar sizə oxşayırdı. Uşağın üzünü isə mən yuxuda ümumiyyətlə görməmişəm. 10 canavar. Aydındır ki, biz 10 nəfərik. Mən yuxuda canavarları saymamışam. Axı siz hardan bilirsiniz ki, onlar 10 idi? Mən sizin hamınızı çox istəyirəm. Çəkdiyiniz zəhmətlərə görə sizə minnətdaram və bunu həmişə qiymətləndirirəm. Amma Yahuda kimi güclü cavanı Yusif kimi dizimin üstündə otuzdurub ona nəvaziş eləyə bilmərəm. Düzdür? Siz də uşaq olanda bütün uşaqlar kimi sizə də nəvaziş göstərirdi. Dizimin üstündə otuzdururdum, yanımda yatızdırırdım. Siz həmin vaxt həm ata məhəbbəti görmüsünüz, həm də ana məhəbbəti. Yusiflə qardaşı nəvaziş və məhəbbət almaqda sizə çata bilməzlər. Sizin kimi ağıllı cavanların özünü balaca uşaqla müqayisə etməyini heç gözləməzdim. Cad, Əşir, ananızdan soruşun. Görün, dünən gecə sizi necə zizləmişəm. Doğrudur. Mən dünən gecə oyanmışdım. Mənim və Cadın üstünü örtüb başımızı tumarladığını gördüm.
Bunu əvvəllər də demişəm. Sizin əməllərinizdə paxıllıq nişanələri var. Bunlar şeytanın işləridir. Məkirli insanların qəlbinizdə paxıllıq atəşini alışdırmasına icazə verməyin. Ata, biz Yusiflə oynamaq xoşlayırıq. Buna niyə icazə vermirsiniz? Mən buna heç vaxt mane olmamışam. O sizin qardaşınızdır. Niyə onunla oynamayasınız? İnanıram ki, o da sizlə oynamaqdan həzz alır. Deyirsiniz biz indi Yusiflə oynaya bilərik? Mənə niyə baxırsınız? Tələsin. Qoyunları səhraya aparmaq istəmirsiniz? Ata, bağışla bizi. Bəh, bəh, bəh. Gör nə güclü, nə mehriban cavanlardır. Yorulmayasınız. Nə edirsiniz? Günorta yeməyi üçün süd qızdırırıq. Nuş olsun. Çağırılmamış qonaq istəmirsiniz? Siz kimsiz? Burada nə edirsiniz? Mən elə buralarda mücadil kəndinərəm. Çobanlıq edəmirəm, amma hərdən qoyunlarımı səhraya gətirirəm. Axı sizə nə olub? Elə bil mənim gəlişimdən narahat olmusunuz. Bəyəm narahat olmalıyıq? Niyə ki, haqqınız var. Nabəlad adamı görmək heç də xoş deyil. Amma əslində mən buraya sizə görə gəlmişəm. Sizi görmək üçün çox can atırdım. Siz bizi tanıyırsınız? Ha, buralarda bütün cəmaat Yaqub Peyğəmbərin övladlarını yaxşı tanıyır. Bəs niyə bizi burada görəndə təəccübləndin? Çünki gecə sizi yuxuda görmüşdüm. İnanın mənə. Gecə yuxuda görmüşəm. Bu gözə gerçəkdə qəribə deyilmi? Çox maraqlıdır. Danış görüm nə görmüsən? Düzünü desəm çox əcaib və qəribə yuxu idi. Heç başa aça bilmədim. Gördüm ki, siz 10 qardaş bir uşağı kəcavə üstünə qoyub aparırsınız. Güya o sizin ağanızdır, siz də onun qulusunuz. Gah görürdüm həmin uşaq nəsə bir arabaya minib, siz də 10 nəfər at kimi arabaya qoşulub onu daşıyırsınız. Gah da ki, onun kürsüyə əyləşib sizi zəncirlə bağlamasını görürdüm. Siz onun üçün çobanlıq, əkinçilik edirdiniz. Deyəsən yuxumu danışmaqla sizi yaman narahat elədim. Elə də mühüm bir şey deyil. Çox fikir verməyin. Yaxşısı budur, mən gedim. Çox eybəcər və iyrənc qiyafəsi var idi. Elədir. Bəs çoban hanı?
getdiyi sürətlə belə tez uzaqlaşa bilməzdi. Yəni qeyb oldu? Bilmirəm. Elə bir yerə batdı. Kim olduğunu bilmirəm. Amma sözləri məni yaman fikrə saldı. Onun yuxusu Yusifin yuxusuna oxşuyurdu. Salam ata. Salam əzizlərim, salam. Ata salam. Salam əzizlərim. Salam ata. Yorulmayasınız. Salam ata. Yorulmayasınız. Salam olsun Allahın peyğəmbərinə. Allahın salamı olsun sənə evladım. Nə olub? Elə bil dalaşmısan? Sizin övladlarınızla. Niyə? Onlar qoyunlarını bizim əkin yerimizə salıb, oranı tapdalayırdılar. Etirazımı bildirəndə isə məni döydülər. Yahuda! Şamun! Labi! Bura gelin. Niye imkan vermişsiniz ki sürü bu cavanın əkin yerini dağıtsın? Ata, qoyunların qarşısını almaq olmur axı. Nə olub ki bəyəm? Onu niye döymüşsünüz? Onlardan qisas almağa haqqın var. Ya Nəbiyallah, mən onlara bağışlayıram. Amma onlara deyin ki, bir də qoyunlarını bizim sahəmizə buraxmasınlar. Mənə deyirdilər ki, biz Kənanın sahibiyik. Nə istəsək onu da eləyərik. Qoyunları harada istəsək orada otararıq. Sizə kim ixtiyar verib ki, sürünü başqasının yerində otarasınız? Sizə kim deyib ki, biz Kənanın sahibiyik? Oğlum, mən səndən üzr istəyirəm. Söz verirəm ki, bir də sürümüz sənin sahənə zərər vurmayacaq. Mən tarlana dəyən zərəri də ödəyəcəyəm. Biz səhv eləmişik. Üzr istəyirik ata. Kənanda hamı öz mülkünün sahibidir. Kənanın əsl sahibləri Fələstinlilərdir, biz yox. Bəs onda biz haralıyıq ata? Məzarı Məkfilədə yerləşən sizin cəddiniz, mənim isə babam olan İbrahim Xəlilur Rəhmanın əsli cənubdakı Kəldə və Sümerin adlı iki çayın arasında yerləşən ərazidən idi. O ərazi sizin doğulduğunuz Fəttanın yaxınlığındadır. Bizlərdən qabaq burada Fələstinlilər yaşayırdılar. Bu cavanın əcdadları olan Fələstinlilər bizdən 100 illərlə əvvəl Kənanda yaşayıblar. Amma artıq 100 ildir ki, biz İbranilər və Kənanlılar birlikdə yaşayırıq və Kənan əhli sayılırıq. Gərək hamımız bir-birimizə qarşı mehriban olaq. Yusif. Yusif oğlum. Uyan. Uyan. Salam ata. Salam əzizim. Deyəsən yuxu görürdün, hə? Bəli. Qəribə yuxu. Heç kimə danışmamağımı istədiyiniz yuxudan. Hətta atana da, hə? Qoyunların yanında oturmuşdum. إذ قال
يوسف لأبيه يا أبت إني رأيت 11 كوكبا والشمس والقمر رأيتهم لي ساجدين. Bir zaman Yusif atasına demişti: Atacan, mən yuxuda 11 ulduz ve güneşle ayı gördüm. Gördüm ki onlar mənə səcdə edirlər. Ulduzların ve ayın yok olmasına baktığım zaman birden uyandım. Səbr elə. Deyəsən yatıblar. Yatıblar. Sən düz fikirləşmisən, oğlum. Bu yuxunu bir nəfərə də danışmamalısan. Xüsusilə qardaşlarına. Cavanlıq qüruru onları paxıllıq eləməyə vadar eləyir. Bacına və analarına da demə. Onlar hamiyə xəbər verəcəklər. Bir gün sənə baş əyəcək günəş, indi qarşında dizi üstə oturub. Ay və 11 ulduz da bir gün sənin qarşında səcdə eləyəcəklər. Bir zaman gələcək ki, sən həm vəzifə və təbəqə, həm də mənəviyyatca yüksələcəksən. O gün atan, anan və bütün qardaşların qarşında səcdə eləyəcəklər. Amma həmin günə qədər bu yuxunu heç kimə danışma. Xüsusilə də qardaşlarına. Ola bilər sənə paxıllıqdan xətər yetirərlər. Xətər? Özü də qardaşlarım tərəfindən. Allah elçisinin övladlarından. Şeytanın gücü heç də az deyil, oğul. Şeytan insanlarla açıq-aşkar düşməndir. O hər zaman onları aldatmağa çalışır. Hətta Peyğəmbər evladı olsa belə. Allah səni özü üçün seçib və sənə yuxu yozma elmini əta eləyəcək. Bununla da sənə və Yaqubun ailəsinə verdiyi nemətləri tamamlayacaq. Necə ki, babaların İshaq və İbrahim Peyğəmbərə
verilən nemətləri tamamlayaraq onlara imamət və vilayət əta elədi. Allah ruhunu şad eləsin Rahilə. Evladlarını gətirmişəm. Görürsən, hər ikisi sağ və salamatdır. Ana, Vaiqə bibi də bizi tərk elədi. Həmin gündən sənin ayrılığını daha çox hiss eləyirəm. Bilirəm, heç kim Yusiflə Benyaminə sənin yerini verə bilməz. Amma mənlə Ləya əlimizdən gələn eləyirik ki, onlar anasızlığın acısını hiss eləməsinlər. Ata, yuxumu anama danışım. Rahilə, sənə müjdəm var. Oğlumuz gələcəkdə peyğəmbərlik məqamına çatacaq. Bunu dünən gördüyü yuxudan başa düşdü. Ana, atam və Leyla xala məni və Yusifi çox istəyirlər. Bizdən nigaran olma. Rahat yat Rahilə, rahat yat. Qoymaram evlatlarımız özlərini anasız hiss eləsin. Salam ata. Salam qızım, yorulmayasan. Oturun. Gedim sənin üçün buğda gətirəm. Ata sizi hara aparmışdı? Anam Rahilənin məzarını ziyarət eləməyə. Mənlə nə işin var idi? Dünən gecə Yaqub öz canişini təyin elədi. Fikirləşdim, bəlkə sən də bunu bilmək istəyirsən. Sonra? Arxayın ol. Nə mənim, nə də sənin övladlarındandır. Rahilənin oğlu Yusifdir. Mənə açıq de görüm nə məsələdir. Mən yerimdən duranda gördüm Yusifə deyir ki, qardaşlarına yuxunu danışma. Sən Allahın göndərdiyi elçisən, İshak və İbrahimin varisisən. Ən maraqlısı və eşidiləsi o idi ki, deyirdi sən qardaşlarından üstün və böyük olacaqsan. Onlar sənə səcdə eləyəcəklər. Özü də Yusifin qabağında diz çöküb, onu öpürdü. Mən də istəyirəm Yaqubun canişini övladlarımdan biri olsun. Amma Allahın peyğəmbəri belə istəyirsə, mən də onunla razıyam. Yəni sən razısan ki, Yusif övladlarına ağalıq eləsin? Başqa yol yoxdur.
Yaqub belə qərara gəlibsə qəbul eləyəcəm. Yaxşısı budur, siz də belə eləyəsiz. Amma mən bunu qəbul edəm. Mən də fikirləşirəm ki, itaət eləməliyik. Ləya xanım yəqin ki, düz deyir. Biz gərək Allahın nəbisinin qərarına itaət eləyək. Ümid eləyirəm Yusifin qardaşları da bu seçimi qəbul eləyəcək. Sən nə sadəlövsən? Yadında saxla, Ləyaya hər şey demək olmaz. Otur, bir iş görmək lazımdır. Biz övladlarımızla danışmalıyıq. Hara gedirsə onu özü ilə aparır. Yatanda da özü ilə yatızdırır. Yehuda, boş yerə qalmaqal salma. Yusifin bizim kimi anası, yeri yurdu yoxdur. Yuxuda da Yusifi görür. Ona görə də atamız məcburdur onu özü ilə ora bura aparsın. Da gecələr də Yusifin fikrində. Yusifin bizim kimi anası, yeri yurdu yoxdur. Yusif yuxu görüb. Özü də sizə ağalıq eləyəcəyi barədə yuxu. Xəbəriniz olsun. Biz bunu Yusifdən soruşarıq. Görək nə yuxudur. Elə bilirsiniz, gördüyü yuxunu sizə deyər? Hə. Deyər. Yusif yalancı deyil. Əgər görübsə mütləq deyər. Gedək. Yehuda, səbrin olsun. Yusif, Bəli, qardaş. bizim sənin kimi mehriban və istiqanlı qardaşı necə çox istədiyimizi bilirsən? Mən də sizi çox istəyirəm. Doğrudan Yahuda, mən nə vaxt sizin boyda olacağam? Sən elə böyüksən. Allah yanındakı məqam və ucalığından da çox yaxşı xəbərin var. Siz hansı məqamla danışırsınız? Dünən gecə yuxuda gördüyün məqamla. Yuxu yadındadır? Öz gördüyün yuxu. Biz biləndə ki, sən böyüklük, məqam və rütbəni bildirən bir yuxu görmüsən, çox sevindik. Mənim yuxu gördüyümü sizə ata deyib. Axı mən ondan başqa heç kimə deməmişəm. Yox, ata deməyib. Mən özüm eşitdim. Gecə yarı həyətə düşəndə eşitdim ki, ata sənə yuxunu heç kimə danışma sözünü dedi. Dedi ki, sən böyüyəndə uca məqam sahibi olacaqsan. Yaxşı, yuxunu bizə danışarsan? Bəs onda atamın mənə yuxunu heç kimə danışma deməyini eşitməmisiniz? Burada nə var ki? Qardaşların sənin sevincinə şərik olmaq istəyirlər də. Bilirəm ki, məni sevirsiniz. Bəlkə də yuxunu sizə danışmağımın heç bir eybi yoxdur. Amma atamın əmrindən çıxa bilmərəm. Atama deyəcəm ki, sən Yusifi vurmaq istəyirdin. Bəsdir, dinə. Yahud onu vurmaq istəmirdi. Sadəcə Yusifin əlindən hirslənib. Gedək. Yahuda nə üçün üzündən çıxdı? Sən ona nə demisən ki? Onun istədiyini demədim. Yuxumu. Onlar mənim yuxu gördüyümü hardan bilirlər? Atadan başqa heç kim bunu bilmirdi axı. Atama deyəcəm ki, Yahuda səni vurmaq istəyirdi. Yox, demə. Niyə? Mən qardaşlarımı sevirəm.
İstəmirəm ki, ata onlardan incisin. Doğrudan dinə, Yahuda niyə məni istəmir? Axı ata həmişə deyir ki, gərək qardaşlar bir-birini çox istəyib, hörmət eləsinlər. Bəlhə, Zülfə, Leya, gəlin, buğda gətirmişəm. Salam ata. Salam qızım. Salam. Yorulmayasan. Otur. Yorulmayasız. Bəlhə, dərmanı hazırla, xəmir eləməyə unumuz yox. Bu bir kisə buğdanı özüm qabığından ayırmışam. Gəl oğlum. Ata, bütün qardaşlarım mənim yuxu gördüyümü bilirlər. Hardan bilirlər? Bilmirəm. Onlar məndən yuxu barədə soruşdular. Mən demədikdə çox qəzəbləndilər. Bəlhə, Bəli, Allahın nəbisi. bu vaxtaca neçə dəfə sənin fitnə fəsadının şahidi olsam da, susmuşam ki, bəlkə bu işlərdən əl çəkib, özünü düzəldəsən. Amma görünürsən qardaşları bir-birinin canına salmamış, sakitləşən deyilsən. Mən Allahın nəbisinin nə dediyini başa düşə bilmirəm. Mənim günahım yoxdur. Mən dünən gecə sənin evindəydim. Yusif orada yuxu görmüşdü, elə orada da mənə danışdı. Məndən və Yusifdən başqa bu hadisədən heç kimin xəbəri yox idi. Səndən başqa bu yuxunu və onun yozumunu kim eşidə bilər? Mən and içirəm ki, gecə yatmışdım. Yalan Xəbərim deyirsən. yoxdur. Yalan deyirsən. Mən gecə sənin otağından səs gəldiyini eşitdim. Özüm otağa baxdım. Amma səni və evladlarını yatmış gördüyüm üçün öz eşitdiyimə əhəmiyyət vermədim. Görünür düz eşitmişdim. Bu vaxtacan neçə dəfə Zülfəni qızışdırıb söz gəzdirməklə Yahuda və qardaşlarını Yusifə qarşı qaldırmısan. Evladlarının Yusifə kim bəsləməsinə səbəb olmusan. Amma mən susmuşam. Əgər bir dəfə də bu səhvləri təkrarlasan, evladlarımı alıb səni öz diyarına, Fəttana göndərəcəyəm. Eşitdin nə dedim? Yox, 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 yox. Ey Allahın nəbisi, söz verirəm bir də heç vaxt sizi qəzəbləndirməyəcəm. Həmişə sizin əmrinizə itaat eləyəcəm. Məni bağışlayın, mən sizin kölənizəm. Sizdən başqa heç kimim yoxdur. Məni burada bastırın. Amma Fəddana göndərməyin. Xahiş edirəm. Yox. Şübhəsiz günəş atamız, ay anamız, 11 ulduz da ki, məlumdur. Ata o qədər bu anasız, kimsəsiz uşağa qol qanad verib ki, yuxuda da özünü məbud, bizi sona səcdə eləyən görər. Təkcə bizi yox, elə ata-anamızı da ona səcdə eləyən halda görür. Yusifin məsələsini aydınlaşdırmayana qədər heç kim buradan getməyəcək. Mən evladlarımın hamısını sevirəm. Mənim Yusifə olan münasibətim Allahın ona olan inayətinə görədir. Ümidvaram evladlarım da bunun səbəbini başa düşüb, həmişə Yusiflə mehriban davranacaqlar, ondan düşmən olmayacaqlar. O doğrudan elə fikirləşir ki, bizdən, ata-anamızdan üstündür və bir gün bizə ağalıq eləyəcək. Bizim Yusif xülyapərəsdir. Yusifin belə xəyala düşməsinin səbəbi ata-anamızın ona həddindən artıq göstərdiyi məhəbbətdir. Mən başa düşə bilmirəm ki, niyə ata Yusifi bizdən daha çox istəyir?
Yusifdən nəyimiz əskiydi axı? Bütün ailənin idarə etmə yükü bizim çiynimizdədir. Məhsulu yığmaq, qoyunlara çobanlıq eləmək, onları canavarın ağzından qurtarmaq, onlar üçün su, yemək hazırlamaq, onların altını təmizləmək, zir-zibilini təmizləmək, bütün bunlar bizim öhdəmizdədir. Amma bizim ata-anamızın, eləcə də əvvəllər Faiqə bibinin diqqət və məhəbbəti Yusifədir. Yahuda düz deyir. Özü də elə bir uşağa ki, hətta burnunu silməkdə belə acizdir. Ata-anamızın sevgisi azmış kimi, indi də yuxusunda bizə ağalıq eləmək və bizdən üstün olmaq fikrinə düşür. Atamızın azlığını aydın görürəm. Bütün bu xətalara o səbəb olub. Amma mən susmayacağam. Rahilənin övladının ağalığını qəbul eləməyəcəm. Biz də qəbul eləmirik. Amma əlimizdən başqa nə gəlir? Bəlkə də sizin bunu deməyə cürətiniz çatmır. Amma mən deyəcəm. Yusif öldürülməlidir. Bu çox təhlükəli sözdür. Onu dilinizə belə gətirməyin. Niyə gətirməyək? Bundan həm atamızı bu hərəkətinə görə cəzalandıracağıq, həm də Rahilənin oğlu bizə ağalıq eləmək fikrini özü ilə qəbir evinə aparacaq. Mən Yahuda kimi cəsarətli olmasam da, amma elə bilirəm yeganə çıxış yolumuz budur. Buna necə dözmək olar? Yusif dünyaya gələndən bəri hamının diqqətini özünə cəlb eləyib. Bütün sevgiləri özünə cəm eləyib. Mənim səbrim tükənib. Axı nə vaxtacan dözəcəyik? Ata-ananın yanında ona bir söz deyə bilmirik. Müğayət olun. Qardaşı öldürmək, atanın əmrlərindən çıxmaq böyük günahlardandır. Bu günahların cəzası da cəhənnəm odudur. Buna da bir çıxış yolum var. Tövbə! Yusifi öldürəndən bir neçə gün sonra Allahdan bağışlanma diləyərik. Allah da böyük və bağışlayan olduğu üçün bizi bağışlayır. Bütün günahkarların fikirləşdiyi kimi. Əvvəlcə günah eləyərik, sonra da tövbə eləyərik. Bundan başqa yolumuz var. Yusifi öldürəndən sonra atamızın məhəbbətini qazanarıq. Sonra tövbə edib özümüzü islah edərik. Bəs necə? Əgər Allah tövbə eləməyi bizdən əsirgəsə, onda necə? Başa düşün, günahkara çox vaxt tövbə eləməyə qismət olmur. Əgər tövbə eləməyə fürsət tapmasaq, əbədi olaraq lənətlənib qarğışa düşər olacağıq. Peyğəmbər övladlarının əlbir olub, doğma qardaşlarını qətlə yetirməsi, gələcək nəslin heç vaxt yaddaşından silinməyəcək. Mən də Lavinin sözlərini qəbul edirəm. Amma əgər Lavi Yusifin məsələsini həll eləmək üçün Yahudadan daha yaxşı bir çarə tapmasa, xeyri yoxdur. Müxalif olub özünü saf, təmiz göstərmək çıxış yolu deyil. Bacarırsansa bir yol göstər. Məyər bizim məqsədimiz atamızın məhəbbətini qazanmaq deyil? Bu ki, aydın məsələdir. Bizim məqsədimiz elə atamızın məhəbbətini qazanmaqdır. Lap yaxşı. Onda elə eləyin ki, atamız Yusifi görməsin. Onu atamızdan uzaqlaşdırın. Müəyyən vaxt keçəndən sonra isə o Yusifi unudub, istər-istəməz sizə bağlanacaq. Bu mümkün deyil. Çünki atamız Yusifi bir an belə özündən uzaqlaşdırmır. Onda gəlin biraz da düşünək, qardaşlar. Amma əvvəlcə qəbul eləyək ki, Yusifi öldürmək çıxış yolu deyil. Onu atadan uzaqlaşdırmağa gəldikdə isə mütləq bir yol tapmaq olar.